Salam həmkarlar, dəyərli izləyicilər. Bugün mən sizə gənc mütəxəssislərin elmi tədqiqat işlərində qarşılaşdığı problemlər və bunları dərf etmək üçün yollardan danışacağım. Bilirəm ki, hal-hazırda elmi olan gənclərdə maraq azalmışdır, lakin hələ də gənclərimiz geniş miqyaslı, xüsusilə də yeni texnologiyaların mütərəqqi hissələrinə maraq göstərirlər və bu istiqamətdə elmi tədqiqat işləri aparırlar. Ümumiyyətcə, elmi tədqiqat işini aparmaq çox böyük səbr və əzmkarlıq tələb edir. Elmi tədqiqat işi ilə məşğul olmaq üçün buna daha çox zəhmət, əzmkarlıq və həvəs göstərmək lazımdır. Öz təcrübəmdən desəm, mən elmi tədqiqat işinə olan marağım elmi tədqiqat işinin nəticəsi olaraq ölkəmə, iş yerimdə fəaliyyətimə olan səmərəlilik marağı olub. Yəni, bu maraq bizi elmi tədqiqat işlərini aparmağı məcbur edib əslində və bu da bir vərdişə artıq çevrilib. Ümumiyyətcə, qarşılaşdığım ən böyük problemlərdən biri ilk məqalənin yazılmasıdır. Bütün demək olar ki, tədqiqatçılar, gənc tədqiqatçılar bu problemlə qarşılaşır. Amma unudurlar ki, o ilk tədqiqatçı olaraq təbii ki, professor və yüksək klassifikasiyalı mütəxəssisin, alimin yazdığı məqaləni təbii ki, o ölçüdə yaza bilməz. Ona görə mükəmməllik və mükəmməlliyətçilikdən uzaq duraraq biz öz tədqiqat işimizi aparmalıyıq və öz tədqiqat işlərimizi yəni olduğumuz səviyyədə hazırlamalıyıq. Təbii ki, burada mentorlar var, burada elmi məsləhətçilər, rəhbərlər, elmi rəhbərlər var, alimlər var. Bunlarla da məsləhətləşmək çox faydalı olar. Əfsuslar olsun ki, bir çox insanlar məsləhətləşmək və bu fikirləri bölüşməkdə çətinliklər çəkirlər. Lakin bu proseslərə açıq olsanız, sizin elmi tədqiqat işinizin daha da güclənməsinə kömək edəcəkdir. Məsələn, mənim yanaşmamda mən apardığım tədqiqat işlərində yaranmış ilk ideyanı həmkarlarımla, yəni o sahənin mütəxəssisləri ilə müzakirə edirəm və bir istiqamət götürürəm. Yəni ilk tədqiqat işlərimdə də bu belə idi. Və sonra o ideyaları, mənə verilən rəyləri formalaşdırıram və bu formalaşmış rəylər əsasında bir internet resurslardan da tədqiqat aparıram. Əlbəttə ki, tədqiqat işinin aparılması üçün ilkin problemi analiz etmək lazımdır. Niyə mən məhz bu tədqiqat işini aparmalıyam və hansı problemi həll edəcəm? Və sonra təbii ki, bu tədqiqat işinin ardıcıllığın, meyarların, hissələrin və metodikaların və eyni zamanda gözlənilən nəticələrini proqnoz etmək mümkün olur. Tədqiqat işini apararkən təbii ki, burada uğursuzluqlarla qarşılaşacağıq. Bəzən biz bu uğursuzluqları görüb həmən tədqiqat işindən belə deyək, vaz keçirik və bu tədqiqat işini kənara buraxırıq, başqa bir işlə məşğul oluruq. Ən böyük yanlış da məhz buradadır. Çünki istənilən böyük alimlərin tədqiqat işlərinə baxdıqca ilk cəhdləri boşa olub, ilk cəhdlər həmişə uğursuz olub. Amma bunu davamlı şəkildə etsəniz və hər dəfə yeni yanaşma tətbiq etsəniz, sizin bu tədqiqat işinizə doğrudan da dərindən kömək etmiş olacaq. Mən bu çıxışımın birinci hissəsidir. Tədqiqat işi barədə yenə də növbəti videoroliklərdə sizə məlumat verəcəm. Daha tədqiqat işini necə gücləndirmək olar, tədqiqat işinin ümumiyyətcə aparılma metodikasından danışacağım gələcəkdə və nəticələri, gözlənilən nəticələri necə proqnozlaşdırmaq olar və necə reallaşdırmaq olar.
İnşallah növbəti videolarımızı da izləyin. Bu barədə də sizlə müzakirə edəcəm. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.